Hər vaxtınız xeyir. OTK-nın blok sınaq kitabından sınaq 15-i istəyirəm paylaşım. Ümumi sınaqdır, baxaq suallarına. Deməli, birincisi deyir ki, natural ədədi üçün, n natural ədədi üçün əbob verib və əkobu istəyir. Biz belə hallarda topluda da var belə sual. Biz nə edirdik? Buradan ortaq vuruqlar çıxardırdıq. Əvvəla bunun özünü bir vuruqlarına ayıraq. Qeyd yaradım burada. Aha. Necə yaradaq? Deməli, biz bilirik ki, bunu sıfıra çevirən qiymətləri biri 2-dir, biri 3-dür, özdən mənfidirlər. Onu da belə yaza bilərik. Əbob bir dəfə n çıx 3, bir dəfə n çıx 2, nöqtə vergül. Bir də bunu çevirmək üçün burada da 4 2-dir. Onda olacaq n çıx 4, n, daha doğrusu burada üstəgəl olur. Burada da n üstəgəl 4, n üstəgəl 2 vəziyyətindədir. Və bu hissəni də vuruqlarına ayıraq. Bu hissənin vuruqlarına ayıranda bunun kökləri 6 2-dir. Müsbət 6, mənfi 2-dir. O yüzden deməli bu bərabərdir. N çıx 6, n üstəgəl 2. Əlbəttə ki, biz buradan ortaq vuruq n üstəgəl 2-ləri siləcəyik. Yerdə nə qalacaq? Əbob n üstəgəl 3 ilə n üstəgəl 4 qalacaq. O da n çıx 6-ya bərabər olacaq. Biz bilirik ki, n üstəgəl 3, n üstəgəl 4 ardıcıl natural ədədlərdir. Buna görə də onlar qarşılıqlı sadədirlər. Demək ki, əbob nəyə bərabərdir? 1-ə bərabərdir. Onda n çıx 6 bərabərdir 1. N nəyə tapdıq? 7-yi tapdıq. N-i 7 tapdınsa, deməli burada gətirib yerinə qoyursan və əkobu hesablayırsan. Vəssalam. Baxaq ikinci tapşırığa. A ədədi A üstəgəl B-nin 40% olarsa. Yəni bunu necə yazırıq? Biz bunu qanunlaşdıraq. Yəni bunu necə yazırıq? A bərabərdir A üstəgəl B-nin %40-ı. Belə yazırıq. B ədədi A-nın neçə faizidir? İndi buradan nə edəcəksiniz? Buradan əvvəla biraz sadələşdiririk. 10-u çarpaz vuraq bura. 10A bərabərdir. 4-ü də vuraq açaq. 4A üstəgəl 4B. A-lar bir tərəfə keçsin. Hər tərəfi 2-yə bölək. Və buradan biz nə götürə bilərik? A olaraq 2, B olaraq 3 götürə bilərik. Və 3, 2-nin, çünki deyir ki, B A-nın neçə faizidir? 3, 2-nin neçə faizidir? Sözü olur nə? 150%. Bu şəkildə eləyə bilərsiniz. Üçüncü tapşırığa baxaq. AOB düz bucağının tərəfləri arasından. Deməli, bir dənə mənim AOB düz bucağım var. Tərəfləri arasından OS şüası keçirilib. Yox, AOB-dir bu. OS şüası keçdik. Alınmış bucaqların tənbölənləri arasında qalan bucağın qiyməti. Əlbəttə ki, burada bilirik ki, 45 dərəcə olacaq. Amma məsələn, deyərsiniz ki, bunu necə yoxlayaq müəllimə? Bax, məsələn deyirəm, OS şüası bunu 2 yerə bölür. Biri tutaq ki, olsun 30 dərəcə, biri tutaq ki, olsun 60 dərəcə. Düzdür? İndi bu, bax, bunu 60 dərəcənin tənbölənini çəkirəm, qırmızı ilə çəkdim. Bir də 30 dərəcənin tənbölənini çəkirəm, bunu da qırmızı ilə çəkdim. 60 dərəcə neçə dərəcəyə böldü? 30 30-a böldü. 30 neçəyə bölündü? 15 15 bölündü. Həqiqətən də tənbölənlər arasında qalan bucaq 45 dərəcə oldu. Görürsünüz, mən heç bunu yoxlamadan birincidən 45 dedim. O da niyə? Çünki elə 90-ı 2-yə bölməyiniz bəs idi. Dördüncü suala baxaq. N parametrinin hansı qiymətində, bu nədir belə? Kök altında n-ci dərəcədir çox. Yoxsa 12 çıx n-dir bu. 12 çıx n-dirsə 125
bərabərdir deyir 5-ə. Yoxsa bir n-dir, başa düşmədim məcbun. Yəni, necə başa düşmədim? Burada tam görmürəm, bilmirəm. Elə hesab edək ki, yaxşı tutaq ki, bu 12 çıx n-dir. PDF-dir, yəni kitabım da yoxdur. 12 çıx n desə, 125-dən 5 çıxırsa, belə çıxır ki, 12 çıx n nəyə bərabərdir? 3-ə. Onda n nəyə bərabərdir? 9-a bərabər. Əgər bu vəziyyətdədirsə 9-dur. Yox, başqa şeydirsə orada, yəni mən gördüyümü yazdım. Onda tam deyə bilmərəm. Deməli, əgər yenə deyirəm, dərəcəni 12 çıx n veriblərsə, PDF-dən elə görsənir. Onda bu 12 çıx n 3-cü dərəcə imiş ki, 125-dən 5 çıxır. Buradan da n-i 9 tapacaqsınız. Siz kitabdan baxarsınız daha dəqiq. Sonra baxaq. 5-ci sual. Tənliklər sistemindən y çıx 3x-in böyük qiymətini istəyir bizdən. Yuxarıda tezdən əlbəttə ki, görürük ki, x çıx y-in kvadratı 64-dür. Onda x çıx y-in özü bir dəfə 8-dir, bir dəfə də mənfi 8-dir. Bunu bildik. Sonra bir dəfə bizə x üstəgəl y-i 6 götürürük bu sistem tənlik. Bir dəfə x üstəgəl y-i 6 götürürük bu sistem tənliyi. Həll eləyəcəksiniz. Bax, bunu ayrıca həll eləyirsən, bunu ayrıca həll eləyirsən. Alınmış x, y-lardan eləsini götürürsən ki, bu ifadə, yəni y çıx 3x ifadəsi ən böyük qiymətə çevrilsin. 6-cı tapşırığa baxaq. Doğuranı 8, hündürlüyü 6 olan konus deməli. 6-cı tapşırıq. Doğuran 8, hündürlük 6. Konusun oturacağının sahəsini tap. Əlbəttə ki, sən bunu birləşdirsən bununla. Burada hündürlükdürsə, səndə yaranır düzbucaqlı üstbucaq və doğuran 8, hündürlük 6-dırsa, radiusumuz nə olur? 64 çıxılsın 36, deməli 8, o da 28. Amma kök altında 28. Və səndən sahəni istəyirsə, bilirik axı konusun oturacağı dairədir. Dairənin sahəsi necə hesablanır? Pi r kvadratı ilə hesablanır. R kvadratı da nə verəcək mənə? 28 verəcək. O da olacaq D variantı. O da olacaq D variantı. 7-ci suala baxaq. Deməli, düzbucaqlı şəklində olan kafellərdən şəkirdəki kimi düzəlib. Buna görə 19-cu şəkildə, mozaikada neçə ədəd kafel istifadə edilir? Bunu necə tapırıq? Baxın, birinci şəkildə 4-dür. 4 nə deməkdir? 2-nin kvadratı. Düzdür? İkinci şəkil 9-dur, yəni 3-ün kvadratı. Və bu şəkildə geçsəniz, görəcəksiniz ki, 19-cu şəkildə də 20-nin kvadratı, yəni 400 olacaq. Sonra 8-ci tapşırıq. Bir rəqəmli tək natural ədədlər çoxluğunun alt çoxluqlarının sayı bir rəqəmli tək natural ədədlər hansılardır? Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bunlar bir rəqəmli natural ədədlərdir. Amma bizdən təki istəyir. Bunlar hansılardır? 1, 3, 5, 7, 9. Düzdür? Bu çoxluğun alt çoxluğunu istəyir. Alt çoxluq 2 üstü n düsturundan hesablanır axı. Burada da neçə dənədir? 5 dənədir. Yəni 2 üstü 5, 32. B variantı. 9-cu sual. Xarici bucaqlarından biri 20 dərəcə olan paralleqramın böyük daxili bucağı ilə böyük xarici bucağının cəmi. Deməli, paralleqramımız var. Xarici bucağı, tutaq ki, bura 20 dərəcədirsə, onda buna uyğun daxili bucağı 160-da, onda buna uyğun iti bucağı 20 dərəcədir. Və mənə deyir ki, paralleqram böyük daxili bucağı. Böyük daxili bucağı oldu 160 dərəcə. Böyük xarici bucağı. Böyük xarici bucağı da bu 20-yə əsasən əlbəttə ki 160-dır. Onda bunların cəmi olacaq 320 dərəcə.
10-cu sualda nə deyir? Funksiyanın təyin oblastı mənfi sonsuzluqdan 8-ə, 8-dən müsbət olur. Aha, bu bilsiz nə deməkdir? Bu demək ki, x fərqlidir, 8 olmalıdır. Niyə? Çünki x-a 8 qoysan, sənin məxrəcin 0 olacaq. Ona görə 8-dən fərqli istəyirlər, götürürlər. Onda mən də bilirəm ki, deməli x-in yerinə 8 qoysam, məxrəc 0 olacaqsa, 8-i qoyum yerinə, gedim əvvəlcə m-i tapım, m-nı tapım. Buradan da m üstəgəl 4, 16-dır, m 12-dir. Onda mənim funksiyam bu hala düşür, m-in yerinə 12 qoyuram. Yuxarıda olacaq 12 çıx ki, 10x çıxılsın 3, aşağıda olacaq deməli 2x çıxılsın 16. Aha, bu cür funksiyanın məndən qiymətlər çoxluğunu istəyir. Bu cür misallarda biz funksiyanın asimptotlarını tapmağa çalışırıq. Amma belə deyim, bunun asimptotu da necə tapılır? Müxtəlif yollarla tapıla bilər. Yəni, şaquli asimptot, üfüqi asimptota baxılır və s. Bir yolumuz da var ki, bu funksiyanın qiymətlər çoxluğu bu funksiyanın tərsinin təyin oblastıdır. Onda siz bu funksiyanın tərsini tapsaz, nə olur? Tərsi necə tapılır? Y-dan x-in əvvəla yeri dəyişilir. X bərabərdir 10y çıx 3 və 2y çıx 16. Yəni, niyə asimptota getmirəm? Asimptot çox vaxt uşaqların yadında qalmır. Amma deyəndə ki, hansısa bir funksiyanın qiymətlər oblastı onun tərsinin təyin oblastıdırsa, əlbəttə ki, tərsi varsa da, tərsinin təyin oblastıdırsa, onda o daha rahat yadda qalır. İndi bunu da necə edirik? Deməli, çarpaz vuraq. Buradan bilirsiniz də, y-i tapacağıq. Buradan çarpaz vursaq, olacaq 2xy çıxılsın 16x bərabərdir 10y çıxılsın 3. Y-ları bir tərəfə yığıram. 2xy çıx 10y bərabərdir 16x çıx 3 və y-i buranı təmizləyim. Y-i ortaq vuruq çıxartsam və birbaşa tapmaq istəsəm, olacaq 16x çıx 3 bölünsün, deməli, bölünsün nə olur? 2x çıxılsın 10. Və salam, bax, bayaqki funksiyanın tərsi bu funksiyadır. Demək ki, mən bunun təyin oblastını tapsam, bayaqki funksiyanın qiymətlər oblastını tapmış oluram. Bu da əlbəttə ki, x fərqlidir. Nədən olur? 5-dən. C variantı. 11-ə baxaq. Funksiyanın böhran nöqtələrini tapın. İndi bu rahatdır da. Funksiyanın böhran nöqtələri isə istiqamət verim ki, funksiyanın böhran nöqtəsi funksiyanın təyin oblastına daxil olan və törəmənin 0-a bərabər olduğu nöqtələrdir. Yəni, siz bir sözlə bunun törəməsini tapırsınız, 0-a bərabər edirsiniz və salam çıxır gedir. 12-yə baxaq. Müstəvi üzərində A nöqtəsindən radiusu, bir get kimi edək də onda. Müstəvi üzərində A nöqtəsindən radiusu 5 olan çevrəyə qədər olan ən qısa məsafə. Məsələn, belə eləyək də. Bu A nöqtəsidir. Buradan ən qısa məsafə əlbəttə ki, bura kimi olan məsafədir. Radiusumuz buradan onda burada 5-dir. Olan ən qısa məsafə 2 olarsa, deməli, bax, burası 2-dir, radiusumuz isə 5-dir. 2 5-dən daha uzun görsəndə də orasını diqqət eləməyin. Ən uzaq məsafənin ala biləcəyi qiymətlərin cəmini istəyir. Deməli, mən bunu buradan davamını uzatsam, bu da 5-dir də. Onda bu ən uzun gedə biləcəyimiz məsafə olacaq nə? 12. Amma burada bizə deyir ki, ala biləcəyi qiymətlər, deməli, burada 2 hala baxmağımızı istəyib. İkinci hal nə ola bilər? A-nı bu dəfə içərdə götürsəm, məsələn, bu A olsun. Çevrəyə qədər ən yaxın məsafə 2-dir. Onda mən, baxın, ən uzaq məsafə dediyinə görə əlbəttə ki, mərkəzdən keçib getməliyəm. Bura 5, yox, bura 5 deyil, bura 3 qalır. Çünki buradan bura 5-dir, burası 2-dirsə, bura 5 qalır, burada 5. Deməli, nə əmələ gəlir? Həmən bu A nöqtəmiz də buradadır, ha, buradadır.
buradan yuxarıya 2-dir və ümumi deməli ala biləcək kimi ən uzaq məsafə isə buradan buranı istəyir məndən. Onu da burası dedik 3, burası dedik 5. Cavabımız nə oldu? 8. 12 plus 8 cavab 20. Bunu silək. Davam eləyək. 13-də nə deyir bizə? Tənliyinin köklərinin cəmini tapın. Hə, belə tənliklər əslində çox eləmişəm. Necə? Deməli, bax, həllini buradan yazıram. Burada biz 2 üstü x-ı bir t deyirik. Olur, 4 üstü x, axı 2 üstü x-in kvadratıdır. Onda t kvadratı çıxılsın 20t. Üstə gəl 64 bərabərdir 0. Buradan t1, t2-ni tapacağıq. Deməli, t1, t2 nə ola bilər? Deməli. 16 ilə 4 ola bilər. Biri 16, biri 4. Onda biz buradakı əvəz etməmizi gəlin yerinə yazaq. Bir dəfə 2x bərabərdir 16 yazsaq, x bərabərdir 4. Bir dəfə 2x bərabərdir 4 yazsaq, x bərabərdir 1 almış oluruq. Və köklərin cəmini istəyir. Köklərin cəmi oldu 5. Daha doğrusu burada üzrlü sayın 2 götürməli idim axı. Çünki 2 üstü 1, 4 eləməz. Ona görə 5 yox, 6-dır cavab. Sonra 14-də baxaq. 14-də baxaq. Xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Əvvəla bu xətləri çəkək, görək hüdudlar zamanı nə yaranır. Sonra baxaq. Kök altında x-in qrafiki təqribən belədir. Mənfi x-in qrafiki təqribən belədir və x bərabərdir 9 da belədir. Aha, indi məndən bax buranı istəyir, bunu istəyir. İndi mən də burada əlbəttə ki sərhəddimizin biri 0-dır. Biri isə bunların kəsişdiyi nöqtədir. O da buradan görsənir ki 9-dur. Onda mənim inteqralım belə olacaq. İndi burada biz əslində bunu belə deyim də 2 hissəli baxacağıq və cəmləməliyik. Amma burada elə simmetrik funksiya olduğundan yuxarı hissəni tapıb 2-yə də vura bilərik. Yəni simmetrik funksiyalarda belə bir şey var da, bunun bir hissəsinin 2-yə hasili kimi götürülə bilir. Və yaxud da istəsəz ayrı-ayrı da tapa bilərik. Fərqi yoxdur. Deməli, bir hissəmiz olacaq ki, 0-dan 9-a müəyyən inteqraldır. 0-dan 9-a deməli, kök altında x funksiyasıdır da. Burada hansı funksiyanın altında qalıb? Kök altı x funksiyasıdır da, düzdür? dx. İndi əvvəla bunu tapaq. Tutaq ki, bunun ibtidai funksiyası nə verir bizə? Bu deməli eləyir 3d2, 3d2. Kök altında x-in kubu. Onu da yaza bilərəm 2d3 kimi. Mənə hesablama asan da olsun. 0-dan 9-a yazsam, deməli 9 qoysaq yerinə eləyəcək 27, onu da 3-də 2-yə vursaq eləyəcək 18, 0 qoysaqsa zaten 0-a gedir. İndi həmən şeyi biz aşağıdakı sahə üçün də yazsaq eyni şey eləyəcək. Çünki funksiya eynidir. Düzdür, mənfi olsa da integral mənfidir, amma sahə olaraq eyni sahə verəcək mənə. Eyni sahə verdiyinə görə bunu nə edirəm? 2-yə vururam. Cavab 36. 15-ci tapşırığa baxaq. ABCD paralleqramının diaqonallarının kəsişmə nöqtəsindən tərəflərə paralel düz xətlər çəkilmişdir. AB, YO. Deməli, AB, FO, yoxsa FO-dur bu deyəsən. Deməli, buranı verib də mənə, daha doğrusu burayla. Bax, buranın nisbətini istəyir. Burada baxaq onda. Deməli, deyir ki, kəsişmə. Bilirik ki, diaqonallar kəsişdiyi nöqtələrdə yarı bölünürlər. Və həmən nöqtələrdən də tərəflərə paralel düz xətlər çəkilmişdir. Bu hissələr də öz aralarında bərabər olacaqlar. Onda belə çıxır ki, burada biz bilirik ki, diaqonal paralleqramı 2 bərabər sahəli üçbucağa bölür. Buradakı bu xətlərin də öz aralarında bərabər bölündüyündən
Burada içəridəki sahələr hamısı bir-birinə bərabər olacaqlar. Onda məndən soruşulan A, B, Y, O-nun içində 3S var. F, O, K, D-nin içində də 2S var. O da elədir 1/5. 16-ya baxaq. Deməli, limiti istəyir. Burada əvvəla bilirik ki, birinci sürəti sadələşdirmək olar. Buruqlarına ayırsaq, x-2, x-4. Məxrəzdəki x-2 ilə ixtisar gedir. Deməli, nə qalır əlimizdə? Limit x yaxınlaşır a-ya, x-4 bərabərdir 12. Buradan da a-nı yerinə yazsaq, olur a-4 12 və a da olur 16. Şurada bizdən də a-nı soruşur. 17-yə baxaq. 6 mənfi 3 müsbət ədəddən, deməli 6 dənə mənfi 3 dənə müsbət ədəddən hasilinin mənfi olduğu 3 ədədi neçə üsulla seçmək olar? Gəlin bunu belə eləyək də. Bax, mənfi, 1, 2, 3, 4, 5, 6 dənə müsbət. Aha. İndi mənə deyir ki, bunlardan 3 dənə seç, hansı ki hasili mənfi eləsin. Ümumiyyətlə, 3 ədədin hasilinin mənfi olması hansı halları var? Ya var mənfi, müsbət, ya var deməli mənfi. Düzdür? İndi biz bunları baxmalıyıq. Deməli, ya birini mənfi, ikisini müsbət seçməliyik, ya da üçünü də mənfi seçməliyik. Onda mən deməli, ya üçünü də mənfi götürsəm, mənfilərin içindən 3 dənə götürmək nə deməkdir? Seçim kombinzona gedir axı. 1, 2, 3, 4, 5, 6. 6 dənədən 3-ünü bundan seçdim. Və ya deyirəm, və ya dediyimə görə nə qoyuram? Üstəgəl qoyuram. Və ya deyirəm ki, mənfilərdən bir dənə seçim. Onda kombinzon 6-dan 1, amma müsbətlərdən 2 dənə seçim. Müsbətlərdən də 3-dən 2 dənə seçim. İndi bunu hesablayaq. 6-dan 3 neçə eləyir? 6, 5, 4 böl 6. Üstəgəl 6-dan 1 elə 6-dır. 3-dən 2 isə 3-dən 1 ilə eynidir. O da 3 deməkdir. 20 plus 18 cavab 38. 18-ə baxırıq. Simmetriya çevrilmələri ardıcılığı hansı bənddə düzgün verilmişdir? Deməli, A-dan B-yə keçib, baxın nə baş verib? Yeri dəyişib. X ilə Y-in yeri dəyişib. Bu hansı haldadır? Y bərabərdir X çevrilməsinə görədir. O da Y variantındadır. Deməli, o X oxuna nəzərən birincidə. Y variantında deyil. Bir dəqiqə. Y variantı ikincidədir. Bir də buradadır. C variantındadır. Başqası varmı? Yoxdur da deyəsən. İndi bunun ikincisini də yoxlayaq axı. İkincisində də bunların hər ikisi mənfiləşib. O da söhbət C variantıdır. Vəssalam. Sonra 19. Y bərabərdir loqaritma 2 əsasdan funksiyanın təyin oblastı. Mənim sonsuzluq, müsbət sonsuzluq. Bunun təyin oblastı biz bilirik ki, x kvadratı çıx 10x üstəgəl m böyükdür 0-dır. Bunun da əgər mənim sonsuzluq, müsbət sonsuzluq olduğunu bilmək istəyiriksə, onda diskriminant 0-dan kiçik, a isə 0-dan böyük şərti ödənməlidir. Bunun baş əmsalı zaten 0-dan böyükdür. Bu heç. Deməli, bir dənə qalır diskriminantın kiçikdir 0 halını hesablayaq. Onda diskriminantımız necə olur? 100 çıxılsın 4m kiçikdir 0. Buradan m böyükdür. Deməli, neçə olur? 25 olur da, elə deyil. Sonra deyir ki, m parametrinin ən kiçik tam qiyməti üçün, yəni m bərabərdir 26 üçün bu funksiyanın qiymətlər çoxluğunu tapın. İndi
funksiyanın qiymətlər çoxluğu bu hala düşür də funksiyamız. Loqaritm işi əsasdan x kvadratı çıx 10x üstəgəl 26 olmuş olur. Bunun deyir qiymətlər çoxluğunu tapın. Ümumiyyətlə biz qiymətlər çoxluğunu tapanda bilirsiniz də n-nı tapırıq. Yəni bu 3 hədlər üçün. Bu da n 4ac çıxılsın b kvadratı bölünsün 4a düsturu ilə də yaza bilərsiniz. Və ya 2 hədlinin kvadratı kimi də yaza bilərsiniz. Məsələn, bu düsturla hesablasaz 4ac, yəni 4-ü nəyə vuracam? A1-dir, 26-ya vuracam. O da eləyəcək 24 2 hətta 104. Çıxılsın b 10-dur kvadratı 100-dür, bölünsün 4. Cavab elədi 1. Deməli, bu funksiyanın qiymətlər çoxluğu, yəni bunun içərisinin qiymətlər çoxluğu loqaritm əsasından 1-ə bərabərdir. O da 0-dır. Deməli, n parametrin ən kiçik tam qiyməti 3-ün bu funksiyanın qiymətlər çoxluğu, ən kiçik qiymətimiz nə olacaq? 0. Qalanı deməli nə olacaq? 0-dan böyük qiymətlər olacaq da. Yəni C variantı. 22 misallara baxaq. Deməli, burada x üstü 4 olduğundan, 4-cü dərəcə olduğundan biz bilirik ki, təminin yüksək dərəcəsi nədirsə, maksimum o qədər sayda kökü var. Amma mənə deyir ki, 2 müxtəlif kök olsun, düzdür? Deməli, bunun 2 dənə bərabər, digər 2 dənə də bərabər kök olmalıdır. 4 dənə 2 bərabər olmalıdır. Yəni, 2 cüt olsun. O da nə vaxt olurdu? Diskriminantın 0 olduğu halda olurdu. Mən diskriminantımı hesablayam. Diskriminantımı hesablayanda deməli, baxaq. 18-in kvadratı 324 çıxılsın 4ac, yəni 4m kvadratı çıxılsın 4-ü də vurandan neçə eləyir? 140, yox. 4-ü vuranda 8, 128. Düzdür? Bu bərabərdir 0-a. Buradan 128-i çıxsam 6, 11-dən 2-in 9, 2-dən də 1-in 1. Yəni 196. Buradan da 4m kvadratı bərabərdir 196. M kvadratı bərabərdir 4, 9, 49. M nəyə bərabərdir? Müsbət mənfi 7-yə. Mənə deyir ki, M-in böyük qiyməti. Yəni, mən M-in hansı qiymətini götürəcəm? M-in 7 qiymətini götürəcəm. Və M-in 7 qiymətini aparıb bura yerinə yazsam, alınan təmliyin də böyük kökünü istəyir məndən. Aparıb bura yerinə yazsam, deməli, nə alınır? X üstü 4 çıxılsın 18x kvadratı üstə gəl 7-nin kvadratı 49 üstə gəl 32-dir də 11, 7, 81 aha. Bərabərdir 0. Buradan da bunu həll eləsək biri deməli kvadrat kimi olsa x-in kvadratı olanda nə əmələ gəlir? Baxaq bir dənə. 9, 9 əmələ gəlir də, hə. Onda x nə əmələ gəlir? Müsbət mənfi 3 və mənə də deyir ki, böyük kökünü tap, yəni müsbət 3-ü götür. Onda nə olacaq? 7 üstə gəl 3, 10 olacaq. Sonra 21-ə baxaq. Müstəvi xaricində verilmiş nöqtədən həmin müstəvi ilə 60 dərəcə bucaq əmələ gətirən 2 mail çəkilmişdir. Deməli, biri bu 60 dərəcə, biri bu 60 dərəcə. Maillərin uzunluğu 8. Maillərin oturacaqları arasında məsafənin ən kiçik natural qiyməti ilə ən böyük natural qiymətlərinin cəmini tap. Burada ən böyük qiymət olaraq, bax bu halda, görürsünüz bu halda dayansalar, bura neçə olur? 4, 4 olur da. Onda ən böyük halda 8 olur. Ən kiçik hal necə dayana bilər? Baxın, əgər şəkil belə olarsa. Məsələn, baxın, şəkil belə olarsa. Deməli,
Bu proyeksiya məsafələr arasında budur da. Ən kiçik halda isə bu halda ola bilər. O da necə? İndi məsələn, bura 4, bura 4-dür axı, düzdür? Deməli, ən böyük halı bunların bayaqki şəkil halı idi, 8. Ən kiçik halına baxaq. Əgər bura 4, 4-dürsə, onda 3-cü tərəf, üçbucaq bərabərsiyinə görə bunların fərqindən böyük qiymət almalıdır. Fərqindən böyük qiymət də ən kiçik qiymət nə sayılır? Bunun fərqi 0-dır. 0-dan da böyük qiymət ən kiçiyi 1-dir də. Ona görə 8 üstə gəl 1 oldu nə? 9. 22-yə baxaq. Z bərabər də 6 üstə gəl 2 kompleks ədədi üçün Z kvadratı üstə gəl deməli Z-in qoşmasının kvadratı ifadəsini sadələşdirin. Deməli, Z-in kvadratı olacaq nə? 36 plus 12i plus 4i kvadratıdır. Üstə gəl, bunun qoşması bilirsiniz ki, budur da, 6 çıxılsın 2 idi. Və onun kvadratı nədir? 36 minus 12 yox, burada 24. Burada da 24i və üstə gəl, yenə də 4i'nin kvadratıdır. Bu 24i'lər bir-birini islaha aparır. Yerdə nə qalır? 36, 36. Deməli, 72. 4i kvadratı, 4i kvadratı da 8i kvadratıdır. Və biz də bilirik ki, i kvadratı nədir? Mənfi 1-dir. Onda bu elə əslində nə deməkdir? Bu əslində 72 çıxılsın 8 deməkdir. O da eləyir 64 D variantı. 23. Sinus 4x üstə gəl 1 bərabərdir tangens x vur kotangens x tənliyinin 0,2 pi aralığına daxil olan köklərinin sayını tapın. Burada bilirik ki, bunun hasili 1-dir. Bu heç. Onda alınır sinus 4x bərabərdir 0. Niyə? Çünki 1, 1 getdi. Və 4x bərabərdir pi k, x bərabərdir pi k böl 4. İndi gəlin baxaq. K-ya 0 versəm, x da 0-dır. Amma deməli olmaz. Çünki heç bu aralığa birinci heç düşmür. Baxın 0-dır. Heç ona görə də başqa şeyləri də heç yoxlamıram. Məsələn, k bərabərdir 1 götürürəm. K bərabərdir 1 götürəndə burada nə alınır? Pi böl 2 alınır. Pi böl 4 alınır. Pi böl 4 bu aralığa düşür. Yəni k-nın bir qiymətini, köklərin sayını deyir tap. K-nın bir qiymətini götürdük. K-nın 2 qiymətinə baxsaq, pi böl 2 eləyir. O da tangens pi böl 2-ni almır. Ona görə nə olsun ki, pi böl 2 0, 2 pi arasındadır. Amma tangensi uyğun gəlmir. Deməli, k böl 2 uyğun olmadı. K 3 halına baxırıq. K3 halı 3 pi böl 4'dür. 3 pi böl 4'də bu aralığa düşür. Və bizim də bir problemimizi yaşamırıq. Onda k bərabər, deməli, k bərabərdir 3'ü götürürük. K bərabərdir 4'ə baxırıq. K bərabərdir 4 olanda burada alınır pi. Bəli, pi 0-2 pi arasındadır. Lakin kotangens pi'ni almır. Ona görə də k bərabərdir 4 halını da, burada pi k böl 4 yazıb, k bərabərdir 4 halını da götürmədik. Sonra k bərabərdir 5 halına baxırıq. K bərabərdir 5 halı 5 pi böl 4 eləyir. 5 pi böl 4 0-2 pi arasındadır. Lakin 5 pi böl 4 neçənci rübə düşür bir dənə baxaq. 45 vur 5'dir də bu. 5, 2 yadda. Deməli 20, o da 223-cü. Bəli, burada yəni kökün altında da mənfi cəhətindən problem yaşamırıq. Və belə bir problem yoxdur. Ona görə k bərabərdir 5 halını götürürük.
K bərabərdir 6 halına baxaq. K bərabərdir 6 halında bu eləyəcək, deməli 6 halında 2-yə bölsək 3pi/2 eləyəcək. O da dediyimiz kimi tangens almayacaq. K bərabərdir 7 halında 7pi/4, yəni 45 vur 7-yə bir baxaq. Bizə lazımdır 0,2pi. 2pi də 360-dır da, yəni 360-ı aşmasın. Deməli 35 3 yadda, 28 o da 3, 31, bəli. Belə bir problem yoxdur. Deməli, K bərabərdir 7 halını götürürük. Və K bərabərdir 8 halına baxırıq. K bərabərdir 8 halında burada 2pi olur. O da kotangensə yaramır. K bərabərdir 8 halını götürmürük. Və 9 halı da 360-ı aşır. Deməli, neçə dənə oldu? 4 dənə oldu. 24-ə baxaq. A və B vahid vektorları üçün, vahid vektorlar bircədə uzunluğu 1-ə bərabərdir. Skaler hasilini tapın. Burada çox sadədir. Mötərizəni vurub açanda alınacaq 25A kvadratı çıxılsın 4B kvadratı. A kvadratı biz bilirik elə modul A-nın kvadratı kimidir. Modul A da 1 olduğundan deməli A kvadratı elə 1-dir. Sadəcə 25 çıx 4 cavab 21. 25. X kvadratı çıx 64, x çıx 4-ün kvadratı kiçikdir bərabərdir 0 bərabərdir tam həllərinin sayını. X çıx 64-ü x çıx 16 kimi yazma ehtiyac var mı? Bir dənə baxım. Heç ehtiyac yoxdur əslində. Niyə yazaq ki onu? Yazmıram heç bir dəqiqə. Onu heç elə yazmayaq. Deməli, nə yazaq? Bu ifadənin məxrəci həmişə müsbət ədəddir. O heç. Bir dənə x fərqlidir, 4 götürmək lazımdır burada. Çünki məxrəc 0 olmasın. Qalan bütün hallarda müsbətdir. Və demək ki, bu ifadənin 0-dan kiçik olması bizim sürətimizin 0-dan kiçik bərabər olması ilə eyni nəticədir. Onda burada da köklərimiz -8, 8, müsbət, mənfi, müsbət. Mənim aralığım -8, 8-ə qədərdir. Lakin x4-ü çıxardıram oradan. 8 ilə -8 arasında 17 ədəd var. Lakin bu 4-ü çıxanda oradan, yəni bir dənə həlli çıxanda oradan qalır 16 dənə həll. 6-ya baxaq. Deməli, deyir ki, katetləri 6-8 olan düzbucaqlı üsbucağın düzbucaq təpəsindən hipotenuza paralel düz xətt çəkilmişdir. Mən bunu çalışacağım koordinat sistemində idim. Deməli, tutaq ki, bura 6, bura 8-dir və düzbucaqlı üsbucaq budur. Və düzbucaq təpəsindən hipotenuza paralel düz xətt çəkilib. Onda belə bir şey olur. İndi mən çalışacağım ki, bu düz xətt ki var, bunun bucaq əmsalını tapım. Və medianların kəsmə nöqtəsi də tutaq ki, buradır. Məndən də bu nöqtədən həmən bu düz xəttə qədər olan həmən bu məsafəni istəyir. Medianların kəsişmə nöqtəsini tapmaq üçün bizim belə bir düsturumuz var idi ki, deməli, əgər üsbucağın təpə nöqtələri burada nədir? Biri 0,6-dır, biri 8,0-dır, biri də 0,0-dır. Yəni, nöqtəni əgər koordinat başlanğıcında qoymuşamsa, düzdür. Onda medianların kəsmə nöqtəsi necə idi? C-nin koordinatları. Bu 3 koordinatın cəminin 3-ə nisbəti. Onda olacaq 8/3. Bir də y-ların 3-ə nisbəti. Yəni, o da olacaq 2. Bu belə. İndi bu nöqtədən, həmən bu C nöqtəsindən düz xəttə qədər olan məsafəni tapanda, ümumiyyətlə düz xəttin tənliyini əgər AX üstəgəl BY üstəgəl C formasında yazsaq, bərabərdir əlbəttə ki 0-da, yəni bu formada yazsaq, onda hər hansı bir nöqtədən bu düz xəttə qədər olan məsafə
bu düsturla hesablanır. Yadınızda saxlayın bunu. Deməli, düsturumuz budur. A x1, yəni həmən nöqtənin x1-i üstəgəl b y1 üstəgəl c və bölünsün həmən bu a kvadratı üstəgəl b kvadratına. Yaxşı, indi biz burada a-nı, b-ni birinci tapaq. X-imiz, y-imiz zaten bəllidir. Yəni həmən bu nöqtədir, bu heç. X-imiz x1, y1 zaten bəllidir. 8/3 və 2-dir. Bəs a, b nədir? Bunun üçün bizim bu hipotenuzumuzun bucaq əmsalını tapaq. Axı hipotenuzumuz da bir xətti funksiyanı ifadə edir. Oradan bucaq əmsalını, yəni k-nı tapsaq eləyir, deməli, y-ları çıxıb bölsək x-ların fərqinə -4/3 edir. Eyni zamanda bu hipotenuza paralel gedən bu düz xəttin də bucaq əmsalı bununla eynidir. Çünki paralel düz xəttlərdir. Meyl bucaqları bərabərdir. Düzdür? İndi mən bu düz xəttin meyl bucağını, yəni bir sözlə bucaq əmsalını bilirəm. Keçdiyi həmən bu nöqtəni də bilirəm. 0,0 nöqtəsidir də. 0,0 nöqtəsidir. Onda mən həmən bu düz xəttin tənliyini qura bilərəm. O da olacaq elə y bərabərdir. Bucaq əmsalına bərabər olur da -4/3x-a. Biraz daha sadələşdirək. 4y üstəgəl 3x bərabərdir 0 halına saldım. Niyə bu hala saldım? Bax, bu bayaq, yəni bundan edeyim. Bayaq bunu göstərdim ha. Buna oxşatmaq istədim ki, buradakı a-nı, b-ni mən bilim. Onda a olur 4, b olur 3. C də 0-dır zaten. İndi gətirim yerinə qoyum. Onda olacaq. Yazmışıq ki, a vurulsun x1. Yəni 4 vurulsun x1-imiz 8/3-dür. Üstəgəl 2 vurulsun y2. Yəni burada əslində a 4 deyil, 3-dür. 3 vuraq yazaq bura. 3 vuraq, hə. 2 vurulsun y. Y-imiz, yəni b-miz 4-dür. Və bölünsün a ilə b-nin kvadratları cəminin kök altısına. Yəni o da olacaq 25. Bir sözlə yuxarıda görək nə alındı? 16 bölünsün 5 alındı. O da neçə eləyir? Deməli, 3/10 edir. Belə. Baxaq, 27-ci uyğunluqdur. Trigonometrik funksiyalar üçün uyğunluğu müəyyən edin. Y bərabərdir kosinüs x, arc kosinüs, arc kotangens. Qiymətlər çoxluğu 0pi-dir. Deməli, bizdə qiymətlər çoxluğu 0pi hansındaydı? Arc kosinüsdaydı da. 2-yə gedir a. Yəni, bura 2 yazacaq. 2-yə gedir a. Ya da bura yazmayayım. Aha. Qoy bunu silim. Sonra 2-yə getdi a. B bəndində qiymətlər çoxluğu -1,1-dir. Bu hansındaydı? Qiymətlər çoxluğu -1,1 ancaq kosinüsdaydı da. 1-ə gedir b. C-yə baxaq. Təyin oblastı -1,1. O hansına gedirdi? O arc kosinüs, arc sinüsə gedirdi. Burada da arc kosinüs var. O da C. Sonra D-yə baxaq. Qiymətlər çoxluğu 0pi. Bilirsiniz ki, bu 0pi-nin qapalı olanı arc kosinüsə aiddir. Açıq olanı arc kotangensə aiddir. Y bəndi təyin oblastı -sonsuzluq 0, 0 sonsuzluq. Belə bir şey yoxdur. Və salam budur. 28, 29, 30-cu çalışmalara isə bunu QR kodu skan etməklə OTK-nın öz izahlarından oxuya bilərsiniz. Sağ olun.